Yer üzündə elə insanlar var ki, onların varlığı qədər yoxluğu da böyük məna kəsb edir. Aradan nə qədər uzun zaman keçsə də, nə xatirələri, nə də özü unudulmaz. Görkəmli oftalmoloq, əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, əziz və sevimli Zərifə xanım Əliyeva kimi. Onun sürdüyü ömür, İnsanların sağlamlığı naminə göstərdiyi xidmətlər hər zaman bütün Azərbaycanlıların qəlbində yaşayıb və yaşayır. Dəyərli alim, ziyalı, cəfakeş ana, unudulmaz insan Zərifə xanım Əliyeva öz sənətinin fitri istedadlı, novator alimlərindən idi. Minlərlə insanlara sağlamlıq, işıq bəxş etmişdir. Bugünə qədər də onun adı çəkiləndə hər kəsin qəlbində sevgi və işıq parlayır. Bu sevgini Zərifə xanım öz xeyirxahlığı, nəcibliyi, insanlara olan təmənnasız qayğısı ilə qazanmışdır. Oftalmologiya sahəsində çox profilli tədqiqatlar aparan Zərifə xanım Əliyeva həm də fədakar həkim idi. Bir sıra göz xəstəliklərinin müalicəsinə, o cümlədən Azərbaycanda traxomanın kökünün kəsilməsinə böyük əmək sərf edən dəyərli alim Zərifə Əliyeva keçmiş SSR-nin oftalmologiya sahəsində ən mötəbər mükafatı olan SSR Tibb Akademiyasının Averbach mükafatına layiq görülmüşdür. Zərifə xanım həm də dünya liderlərinin ön sıralarında gedən, əvəzsiz və unudulmaz düha Heydər Əliyevin ömür-gün yoldaşı idi. Onlar tanış olanda təhlükəsizlik xidmətinin zabiti Heydər Əliyevin şəxsi həyatı da dövlət nəzarətində idi. Zərifə xanımın atası Əziz Əliyevin 1949-cu ildə Moskvaya mərkəzi komitəyə rəhbər işə aparılması Mircəfər Bağırovun qısqanclığına səbəb olur və Əziz Əliyev millətçilikdə sosial mənşəyini gizlətməkdə ittiham olunur. Ona tezliklə partiya töhməti verib, kiçik vəzifəyə keçirirlər. Beləcə Heydər Əliyev və Zərifə xanımın sevgisi taleyin min bir sınağından keçməli olur. Sovet rəhbərliyinin bəlli qadağaları belə onları ayıra bilmədi. Bütün baş verənlərə dəyanətlə sinə gələrək həyat yollarını bərabər yürüdülər. Onlar Tanrının xeyir duası ilə gözəl, sevgi dolu ömür yaşadılar. Zərifə xanımı xatırlamaq üçün, bəlkə mənim üçün daha da təsirlidir. Çünki Zərifə xanım mənim həyat yoldaşımdır. Və bəlkə də mənim qədər onu tanıyan, mənim qədər onu hiss edən adam olmayıbdır. Hətta onun valideynləri də bəlkə onu təbidir ki, bəsləyiblər, böyüdüblər, təhsil veriblər, ona həyat veriblər. Ancaq mən ondan həyat qurandan sonra bircə yaşadığımız evrində təbidir ki, mənim fikirlərim bütün onun haqqında deyilənlərdən daha da genişdir. Ulu öndər Heydər Əliyevin sədaqətli ömür-gün yoldaşı Zərifə xanım, mehriban ailə başçısının, qüdrətli dövlət xadiminin mənsub olduğu xalqı işıqlı ideyalara qovuşturmaq yollarındakı qətiyyətli mübarizəsinə etibarlı dayaq oldu. Hər bir insan üçün onun valideynləri, onun anası əzizdir, müqəddəsdir. Bu da təbiidir.
hər bir insan öz doğmalarını öz qəlbində yaşadır. Mən çox xoşbəxtəm ki, Zərifə xanım kimi anam olmuşdur. Parlaq, işıqlı göz həkimi, əsl ziyalı, əvəzsiz Zərifə xanım Əliyevanı sevgi və minnətdarlıqla hər zaman anırıq.